Bugün cəbhə xəttində baş verən hadisə ilə bağlı Aynes televiziyası və Aynes Şem radiosunun efirində böyük proqram dəyişikliyi edilib. Bu barədə Aynes Presə Aynes Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib. Onun sözlərinə görə Azərbaycan hərbçilərinin cəbhədə şəhid olması ilə əlaqədardır. Bu televiziyanın və radionun efirindən bütün əyləncəli, humoristik verilişlər çıxarılıb. Televiziyanın bütün verilişləri efirə musiqi müşayiəti olmadan çıxır. Bu 2011-ci ildən bəri Azərbaycan ordusunun verdiyi ən böyük itkidir. Bir daha xatırladaq ki, cəbhə xəttində son döyüşlər nəticəsində Azərbaycan ordusu 9 hərbçisini itirib və 4 nəfər yaralı var. Ekspertlər hesab edir ki, cəbhədə ötən gecə yaşanan gərginlik ona hesablanıb ki, Azərbaycan tərəfi işğalla heç vaxt razılaşmayacaq və Azərbaycan öz torpaqlarında ermənilərə sakit oturmağa imkan verməyəcək. Politolog Rasim Musabəyevin fikrincə, Azərbaycan münaqişənin hərbi yolla həllini istisna etmədiyi kimi Ermənistan tərəfini sülhə vadar etməyə çalışır. Bu döyüş, belə deyək də, əməliyyatları və atışmalar hər zaman olub və indi də var, bundan sonra da olacaq. Nə qədər ki, bu konflikt öz həllini tapmayıb, ona görə də bir, belə deyək də, təsirli adımlar atılmalıdır. Bu, əskərlərdən asılı olmayan bir məsələdir. Bu, məsələ konflikt tezliklə öz həllini tapmalıdır ki, həm mülki vətəndaşlar arasında, həm də hərbi qulluqçular arasında itkilər olmasın. Biz buna çalışmalıyıq. Daha doğrusu beynəlxalq qurumlar daha çox buna cəhd eləməlidir. Azərbaycan həm hərbi təzyiqlə, həm diplomatik təzyiqlərlə, iqtisadi təzyiqlərlə, informasiya müharibəsi nəticəsində çalışır böyük dövlətləri vadar etmək ki, erməniləri ağla gətirsinlər və doğrudan da konkret sülh müqaviləsinə cəlb etsinlər. Və Azərbaycanın artan həm iqtisadi, həm hərbi, həm diplomatik gücü onları yerlərinə oturtmağa məcbur olacaq.